Azərbaycanda 2025-ci ildə 20 və daha yuxarı evlilik müddəti olan şəxslər arasında 2681 boşanma hadisəsi qeydə alınıb. Publikas xəbər verir ki, bu barədə reporta Dövlət Statistika Komitəsindən bildirilib. Statistik məlumatlar göstərir ki, son 3 il ərzində boşanmaların ən böyük payı ardıcıl olaraq 10-19 il davam edən nikahların payına düşüb. 2025-ci ildə ümumi boşanmaların sayı 20.675 təşkil edib. Onlardan 7.354-ü 10-19 il davam edən nikahlara, 5.795-i 5 ilə qədər davam edən nikahlara, 4.845-i 5-9 illik nikahlara aid olub. 2024-cü ildə isə boşanmaların ümumi sayı 21.384 olub. Bu dövrdə 10-19 illik nikahlar üzrə 7.768, 5 ilə qədər davam edən nikahlar üzrə 5.715, 5-9 illik nikahlar üzrə isə 5.347, 20 il və daha artıq davam edən nikahlar üzrə 2.554 boşanma qeydə alınıb. Mövcud statistikaya əsasən 2023-cü ildə ölkədə 21.688 boşanma qeydə alınıb. Onlardan 7.735-i 10-19 il davam etmiş nikahlara aid olub. Həmin il 5 ilə qədər davam edən nikahlar üzrə 5.814, 5-9 illik nikahlar üzrə 5.805, 20 il və daha uzun müddət davam edən nikahlar üzrə isə 2.334 boşanma rəsmiləşdirilib.